Hoş gelmişsiniz. Bu ürünləri bizim buralığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə adlı layihəmiz çərçivəsində ikinci təlimimiz olacaq. Təlimimizin adı mövzusu belə olacaq. Torpaq mülkiyyətinin qorunması və iqlim risklərinin idarə edilməsi. Bildiyiniz ki, bizim bu layihə Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarının inkişafına dəstək agentliyi tərəfindən maliyyələşdirilir. Ona görə də və sizə və donor təşkilata öz minnətdarlığını bildirirəm. Təlimin əvvəlində keçən dəfədə olduğu kimi indi mən sizə verəcəm bu siyahını. Sonra bizdə test olacaq, təlimin sonunda test olacaq. Ona görə xahiş edirəm ki, materiala diqqətlə qulaq asın və qaranlıq nə hansı nədənlər varsa onların suallarını verərsiniz. Bu birinci siyahıdır. İştirakçıların qeydiyyat siyahısıdır. Burada ad, soyad, əlavə olması və iki yerdə imza olacaq. Zəhmət olursa verin. Bir də sizə birinci təlimdə də bu paylanmışdı, amma yenə əgər istifadə üçün sizə yararlı ola bilər, faydalı ola bilər. Bunlara ötürü zəhmət olursa. Bunlar da bizim bukletlərdir. Hansı ki, bizim iki təlimdə keçdiyimiz material, burada ödəkçini tapır. Bu zəhmət olursa, birini saxlayı götürür. Birini özünə saxla, ötür. Birini saxla özünə, ötür. Materialında siz faydasını görürsünüz. Bugünkü bir daha deyirəm, deməli, təlimimizin məqsədi və mövzusu nədir? Mövzusu bunu ötürürlər. Mövzumuz idarə edilməsi, olunması və iqlim risklərinin idarə olunması. Bu məsələ nəyə görə aktualdır? İki dünyada bilirsiniz, temperatur artması müşahidə olunur. Temperatur artması ilə yanaşı, yəni onun nəticəsi olaraq quraqlıq müşahidə edirik. Bu problem bizim ölkəmizdən də yan keçir. Eyni zamanda ölkəmizin də quraqlıqdan, yüksək temperaturdan ən son əziyyət çəkən bölgəsi də bizim Haran bölgəsidir. Və siz bu yaxında şahidi oldunuz ki, Cənab Prezidentin rəhbərliyi altında müşavirə keçirildi. Kənd sərvatında olan problemlər, o cümlədən orada quraqlıq problemi də müzakirə olunur. Quraqlıq sadəcə o demək deyil ki, yəni ki, siz həmin vaxtı, istədiyiniz vaxtı su tapa bilmirsiniz. Bu, həm də torpağa çox ciddi mənfi təsir göstərir. Torpağın mümkün apararlıqdır. Bugünkü təlimdə biz bu quraqlıq nəticəsində quraqlığın torpağa verdiyi fəsadlar və bundan çıxış yollarını müzakirə edəcəyik. Torpaq mülkiyyətinin qorunması və iqlim risklərinin idarə olunması. Ona görə ki, biz bayaq qeyd etdiyimiz kimi, hal-hazır ki, müxtəlif iqlim riskləri baş verdiyi üçün, hal-hazırda bu torpağın mülkiyyətliyinə də təsir edir. Keçən təlimdə biz toxunmuşduq bu mövzuların bu məsələdən ki, hansı ki, deməli, suya necə qərar edilir? Nə baş verir? İqlim dəyişdikcə havaların temperaturu getdikcə artır. Havanın temperaturu artdıqca buzlarlar dağların zirvəsində və şimal və cənub qütbündə bu buzlardan başlayır əriməyə. Buzlardan əriməyə başladıqca nə qədər çox su kütləsi əlavə yaradılırsa, yerinin xüsusiyyətidir planetimizin, o qədər də çox nə olur? Buxarlanma baş verir. Buxarlanma çox baş verdikdə nə olur? Göydə buludlar əmələ gəlir. Və buludlar əmələ gəlirsə, bu artıq onların toqquşması nəticəsində
bizə fermerə lazım olmayan vaxtı yağışların yağmasına yolcu çıxarır. Yəni bunların hamısı bütün səbəblər bir-birinin nəticəsi kimi baş verir. Birinin nəticəsində o birisi baş verir. Sonra o birisi baş verir. Bəzən də elə bir situasiya olur ki, məsələn, bu bir neçə ay, çünki illik normada lazım olan yağış o artıq yağır. O səbəbdən bir neçə ay yağmayan yağışın nəticəsində tamam hava kuru olur. O da ona gətirib çıxardır ki, küləklər başlayır oynamağa, belə deyək də normaldindən. Küləklərin oynaması, küləklərin həddindən çox cərəyan etməsi nəticəsində qasırğalar edilir. Qasırğalar da özü görmüş, torpağın üst qatlı hissəsindəki o kiçik dərəcələri soğurum aparır. Və bunun nəticəsində torpaq getdikcə eroziyaya uğrayır. Bura kimi aydındır, düzdür. Çünki bildiğiniz şeylərin yeni bir şey olmur. Sazlı olaraq yalnızca saldıq, hazırlar. Deməli, belə bir ümumi prinsip deyəmləri, iklim dəyişməsi torpağa təsir edir, torpaq bitkini stresə salır və stresə düşmənin nəticəsində bitki nə olur, stresə uğrayır, stresə uğramanın nəticəsində bitkinin məhsuldarlığı azalır və yaxud ki, tamamilə məhv olur və nəticədə fermerə zərbə yenə fermerə gəlir. Yəni, o bitkilik və əkilişli həmən alır. Hansı yoldan bir ildir bu məhsulu göstərir. Yəni, bu meteoroloji müşahidələrin nəticəsidir. Amma yəqin ki, sözünüzlə müşahidə aparırsınızsa, bu şeyləri rast gəlibsiniz ki, toz qurtqaları, əvvəllər məsələn, bu bölgədə, Aran bölgəsində heç vaxt bu qədər külək olmuyor. Quralların nəticəsində gəlib ora çıxır ki, bu günlərin bu qədər burada küləklər olur. Əvvəllər Azərbaycanın ilin bütün fəsilləri, ayları, külək olan yeganə bölgəsi Abşeron yarımadasıdır. Amma indi rayonlarımızda elə küləklər baş verir ki, deyirsən ki, məsələn, saatda 22 saniyədə 22-28 metr. Hətta 28 metr də keçir. Elə bilirsən ki, Bakının, Abşeronun düz mərkəzindəsin. Əvvəllər bunlar baş verir. Qeyri-müntəzəm yağışlar, bunları bayaqları qeyd elədik, indi bir daha qeyd edirlər. Və bir də yəqin ki, hiss etmişsiniz çoxlarınız, zərərverici və xəstəliklər torpaq, hava, məruz qalınca gəlir belə bir situasiya yalanır ki, bu axı bizdə baş verdi, bu başqa ölkələrdə baş verir. Cənubdan, əvvəllər buradan daha isti olan ölkələr, indi bizim temperatur artıq onlardan deyilir. Həmən zərərverici və xəstəliklər bizim artıq coğrafiyaya başlayıb migrasiya etməklər, yəni yerin dəyişir. Elə xəstəlik zərərvericilər var ki, 30 il bundan qabaq, məsələn, Rasimlər təsərrüfatda işlətdirir. 30 il bundan qabaq biz onlara rast gəlmirik. Yox. Ancaq bu günləri bizim sahələrimizdə olan, belə deyək, zərərverici və xəstəliklərin haradasa 25-30%-i əvvəllər rast gəlmirdi, amma bu günlər onlar yeni. Artıq bizdə var. Bəli. Ümumiyyətlə, saatlı salat zonasında kübra deyil, o kübranın bildirənləri fosfor neysə, torpağa superfosfor, torpağa qatırdılar, bütün artırırdı. Azot yox, o mən çöllərdə görüşdüm, bəlkə 1000 tonnadan, 2000 tonnadan çöllərdə sahələrə qırana qoyurlar, onlar səbirdir. Aynı belə bir şeylər yoxdur. Aran zonalarında da bu torpaq bir şey eroziyada Əslində, şunun altına verilən bir gübrədir. İndi böyük şirkətlər ondan istifadə edirlər onlardan. Və digər fermerlər də hansılar ki, imkanı çatır, başa düşürlər ki, bunu verilmək lazımdır, ondan istifadə edirlər. Amma bir çoxları hansı ki, kiçik fermerlər deyir ki, bir tər yola verilmək, görevliyyətlər olur. Amma orada istər-istəməz məhsuldarlıq da olur. Çünki siz deyən kimi, o getdikcə torpağa, fosfor gübrəsi, kalium gübrəsi,
şum altına verilməyəndə torpağın mümkünlüyü getdikcə azalır. Azot elə bir elementdir ki, onu düzdür. Azot bitkiyə lazım olan vaxtı verilsə kifayət edir. Və nəyə görə? Çünki hər elementin təbiətdə xassələri var. Bitki nə onu qəbul etdisə edir, o artıq ya qaz şəklində çevrilir havaya uçur, ya da su ilə qarışır, yolub çıxıb gedir. Amma fosfordan kalium siz onu düz vurdular. Elədir ki, bunlar 3 il, 5 il hələ torpaqda qalarmış. Bu illəri istifadə etdiyimiz onun yalnız 30%-i yaxşı halda. Qurut sularda minerallaşma səviyyəsi verən bir şey var. Minerallaşma miqdarı. Onu monitoring eləməkdə, aidiyyəti qurumların məqsədi odur ki, bunlar sonra baxırlar, ora su fardan ki gəlir, orada da ölçülür. Bəlkə də başından bura düzlüsü gəlir. Onun qarşısını almaqdır. Əgər elə baş verirsə, bu ildir, hər il, onda bilə-bilə əlimizlə torpağı şöyle olmasın deyənə, o minerallaşma səviyyəsi milligram litrlə ölçülür. Ona hər yoxlayılan kontrol edilir. Ama ilk başa düşünmeyenler, o agiler verir ki, kalimetreden atılmalı olan məlumatı bize verməyən başa düşür. Amma konkret, siz öz sahənizi, orada torpaq analizi elətdirsiniz, istənilən məlumatı orada əldə edə bilərsiniz. Kiçik fraksiya, böyük fraksiya, torpağın tərkibində humusun miqdarı, duzların miqdarı, şuramın səviyyəsində bilər. Sonra azot fosfor kalium, bunların miqdarını bilə bilərsiniz. Siz özünüz torpaq analizi elətdirəndə və daimdə Dövlət Aqrar İnnovasiyalar Mərkəzində mütəxəssislər var. Onların əgər gücü çatmırsa, məsələn, agronomlara, sonra qalıqsın sizə onlara müraciət edirsiniz. Məsələn, Baba ta 5 metre yolum var, 30 ton her canlı, 30 ton. Şimdi 1 ton yok, 300 kilo yok, 200 kilo da verelim. Təbii ki, ildən elə fərqli. Nə? Sizdə pandorunun çiçəklənmə vaxtı mayalanma gedir. Digər bitkilərə də olsun təsirli. Mayalanma gələn vaxtı bu regionda belə yağışlar yağır, ard-arda. 25 gün arada məsələn mayalanda yağış. Yağış da yağanda bitkilər mayalana bilmir. Bitkilər mayalana bilmədiyi üçün meyvə əmələ gəlir. Meyvə əmələ gəldiyi məhsul da yox. Yəni bozulur. Nə eləmək lazımdır? Nə eləyə torpağın qoruma, bu ekstremal hava şəraitlərində qoruma, torpağın mümkünlüyünü qoruma. Onun üçün müəyyən qoruma üsulları var, onlardan biz istifadə etməliyik. Mulçalama deyilən bir proses var. Mulçalama nədir? Sədəf bitkinin qalıqlarının torpağın üzərində saxlanması. Yəni biz onu tamamıyla yox eləmirik. Başının birini yeridir, məsələn, arpanı biçliyik, yandızda da əvvəllər var idi, çox idi. Sahəni yandırırdılar. Sonra iş yerine çatdı ki, bəli, dövlət tərəfindən artıq ona qadağan qoyuldu. Nəyə görə? Ona görə ki, dövlətimiz mütəxəssisləri fikrini öyrəndi ki, bu torpağa çox ziyan verən bir şeydir. O temperatur səbəbindən mikrorqanizmlərin bunların hamısı məhv olur. Amma bu illər məsələn, arpa biçilmiş sahələrə baxın, orada bitkilər var da, hətta günün bəzi vaxtlarında baxırsan ki, o nazik gövdə var, biçilmiş. O özü də müəyyən qədər kölgəsi var. Alav otları azalır. Çünki orada torpaq tam təmiz olanda alav otları üçün daha yaxşı şərait var. Amma orada bitki varsa, onun kökü varsa, gövdəsi varsa, alav otları çıxması üçün şərait yaranınca o olur. Torpağın temperaturu tənzimlənir. Sizə dediyiniz sözə görə günləri inqiyətə baxacaq, inqiyətə. Zaten pamuk əkir, yarın qarpız əkir, yarın qızar əkir. Bütün o samanı, sürmüş samanları gətirir. Ben bakları izləyirəm, bir yuva baxmışam. Gələn Allah qosa, o üstüne eləyəcək, pamuk üstüne eləyəcək. Saman üstüne, saman bağlı. Bəli, bak ona mulçalama dediğimiz öyle olur. Bəli, mulçalama sözü gətirir, hə? Torpağa. Arasında o mulçalama da dediğimiz. Birbaşa düşünür diye
torpağın temperaturu da sabit qalır, yaxşı qalır. Limitli artım bunu qeyd etdik. Və torpağın üst qatı bağlı olduğu üçün eroziya azalır. Burada malzara üstünü qotarmayabilirsiniz, həm də torpağın limitli. Sonra bacardığınca, mesela indi mən dedim, arpadan sonra olur. Vacib deyil ki, torpağı həddindən çox dərin şullayasınız. Açıq suvarma üstünləri. Məsələn, damla suvarmadan danışdım, orada şəkildə yazıyorsunuz. Damla suvarmadan o demək deyil ki, bütün bitkiləri xarakter eləməlidir. Hər bitkinin özünə xüsusiyyəti var və bizim bu yoldaş dediği kimi, qeyd etdiği kimi, o bitkinin agrotexniki tələblərinə uyğun olaraq şum qatında, toxumun dərinliyində, suvarma üstündə, gübrələmə sistemi də hamısı ona uyğun olaraq seçilməlidir. Yəni bir bitkiyə elə bir universal metodu yoxdur ki, o bütün bitkilərə eyni olsun, aid olsun. Hər bitkinin özünün tələbatı var, ona uyğun etmelidir. Bir de siz de bakın, bu yoncadır da, ben tezlikten bu yoncadır, pambıldır, əkilir. Deyirlər ki, su pambıl, mən özüm pambılda da işləmişəm, burada bu qardaşlarımızla pambılda da işləmişəm. Heç vaxtı nə pambıl, nə yonca su istəməz. Səbəb, nəşə? Sən onu qanunda 8-7 dəfə o kultivasiya içərisindən 7-8 dəfə. Biz çəkmirik, çünki yerin alt hissəsində su var. Çünki bir dəfə pambılın kötücü 1 metr yarım 2 metr yerin altına girər bilir, yonca, yaxud o. Çünki onlar oradan qidalanır. Onu kultivasiya edərəndə o su nə qədər kultivasiya edəndə o dərinliyə girir, kultivasiya da çəkilsə. İsti ölkənin bitkisidir. Birincisi suyu ayağından içməlidir. Suyu az buxarlandır. Yarpaq nə qədər böyük olursa, bitkinin su buxarlandırmasına koefisiyenti əmsalı o qədər yüksəlir. Amma suyu az buxarlandırırsa, yarpağın həcmi azdırsa, o əmsal var. Buxarlandırma əmsalı o da az olur. Ona görə bəzi yerlər əslində o bir dərdə araq suyu verir. Bir dərdə də vegetasyon. Bəli, ancaq kultivasiya. Ancaq kultivasiyanı hesab edir. 3 dəfə kultivasiya edir. Hər il biz bitkinin yerini dəyişəndə birincisi torpağın bitkinin olurum. İkincisi həmin sahədə keçənlikli bitkini gözləyən zarar verici və xəstəlikləri belə deyək də planların pozmuş olur. Məsələn, hansısa bitkiyə xas olan zarar verici, keçən il orada o bitkini məhv edir, bu ildə yumurtaları qoyub orada gözləyir. Və biz də neydik? Biz həmən bitkini oraya əkmirik və o planları pozmur. O gələcək nəsil yetişdirə bilmir. Onlar bir yumurta şəkildə qalır və məhv. Ona görə də dəyişilməlidir. İndi bizdə nümunə üçün baxaq. Bizim istifadə etdiyimiz hansı bitkilər? Pambıq, düzdür, taxıl, yonca. O cür elə yaşaya bilmir. Onu sonra bilmir də. Yoncada o çox rahatdır. Ona görə. Özü yonca daim yaşında olmaz. Yəni vegetasiya davam ediyor. O buğdalar onu elə bilmir. Biraz qaldığı sonra qidalanır. Burada az olur, burada da Qarpıza yemişli olur. Az olur. Qarpıza yemişli olur. Olur. Ona görə ki, qarpız yemiş dünyanın sonra biz o sahədən yiyirik. Yəni yaşıl olan vaxtı, tam nə qədər ki yaşıldır, meyvə yığılır, düzdür, sonra sahədən ləğvidir. Amma buğda arpa belədir ki, buğda arpa yığılma ilə əkirlər yığılır. Yığılma bir ayda alır, sonra o yavaş qurursun. Çünki o qurulmasa, o buğdanın tərkibi düzəlməz. Qurulmaz, bəli. Ona görə, o səbəbdən o özünə, o illər boyu, min illər boyu o sazə dediğimiz, o seçib axtarıb yoncanı özünə seçib ki, mən bununla bir yerdə yaşayarım. Nədən qidalanır?
Elə bir şey getdi, sezon gəldi, bir qarşıladı, getdi, Kənəndinə. Qalırdı, yeni olmadan Toxumu yoxdur, toxumu yoxdur. Nə qədər ki yolcaq oradadır, Mən toxum görmürəm. o ictimai bitkidir, səfərdir. Mən görməmişim, mən görməmişim onu. Bir də o mikroskopik toxumları var. Bəlkə o Mevzu ətrafında sualınız var. Her şey başından Sizinlə danışmaq həqiqətən çox xoşdur. Ona görə ki, siz birbaşa dair sahədə olan adamlarsınız. Telefon nömrəmi artıq var, sizin nömrələr də məndə var. Başdır. Hansı məsləhətə, necə deyirlər, ehtiyacınız olsa həmişə zəng edin, əlaqə saxlayın. Yəni, İctimai İnkişafa və Adnan rayonlara dəstək təşkilatı olaraq İctimai İnkişafa daim yanınızdayıq. Çox sağ olun.